farklı rengi var bayrağında. Bayrağına canım kurban. Azerbaycan. Ruhuna büt, cismim için vətən olan. Torpağına canım kurban. Azerbaycan. Başım üstte məğrur dalgalanan. Bayrağına canım kurban. Azerbaycan. Azad olunmuş Şuşaya dəfələrlə səfərim olub. Yaradıcı insanlarla, jurnalistlərlə, şəhid ailələri ilə, həmçinin müxtəlif vaxtlarda ailə üzvlərimlə. Bu səfərlərin hər birindən fərqli təəssüratlarla ayrılmışam. Sevinç gözyaşı, duyğusal anlar, kədər, hisslər qarışıq olub hər dəfə. Növbəti səfərin təşkilatçısı isə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsi idi. Komitənin sədri Arzu xanımdan media olaraq dəvət aldıqda, baxmayaraq ki, başqa vacib bir işim də var idi, Şuşa adını eşidincə yox deməyi bacarmadım. Beləliklə, noyabrın 1-də səhər saatlarında Ağcabədidən birgə yola düşdük. Dəvətlilər şəhid ailələri, təhsildə fəal olan müəllimlər, müharibə iştirakçısı olan təhsil işçiləri, həmçinin ittifaq üzvləri idi. Qeyd etdiyim kimi, əvvəlki səfərlərdə müxtəlif sahələrin, müxtəlif çevrənin insanları ilə yol yoldaşı olmuşdum. Hər birində də təəssüratlar müxtəlif olurdu. Amma hamısında yol boyu əsas diqqət dağılmış, viran olmuş, bununla yanaşı yenidən qurulmaqda, tikilməkdə olan ərazilərimizə yönəlirdi. Yollar uzandıqca uzanırdı. Bu dəfəki ziyarətimiz isə tam fərqli bir əhval-ruhiyyədə idi. Zəfərimizin 5 illiyini qeyd etmək üçün çıxılan bu yolda elə əsl qələbə ab-havası var idi. Çıxış edən, mahnı oxuyan, rəqs edən, heç kim vaxtın necə keçdiyini, yolun harada başlayıb, harada bitdiyini hiss etmirdi. Yox, yaxşısı budur, danışmaqdansa elə günün ab-havasını izləməyə imkan yaradım. Çəmənlərdə gəzir, vaqif işıq gözəli. Çəmənlərdə gəzir, vaqif işıq gözəli. Ruhunu buradan alır, qayramanın gözəli. Ruhunu buradan alır, qayramanın gözəli. Anadır arzularım, hər zaman Qarabağ. Danışan bir dodağım, dar kaman Qarabağ. Qarabağcan Qarabağ, ana yurdum. Anadır arzularım, hər zaman Qarabağ. Danışan bir dodağım, dar kaman Qarabağ. Qarabağcan Qarabağ, ana yurdum. Qarabağcan Qarabağ, ana yurdum. Ad Şuşa adıdır. Yol Şuşa yolu. Gün Şuşa günüdür. İl Şuşa ili. Öpüb ulduzunu, öpüb ayını. Öpüb hər rəngini çəkir gözünə. Göyü, qırmızını, yaşılı vətən. Ne güzel sayrışır Şuşada bayraq. Ne güzel səslənir Şuşalı vətən. Şuşanın içinde Şuşa qurulur. Şuşanın içinde Şuşa tikilir. Şuşa, sen azadsan təntənəsində. Birliğin gücünde Şuşa tikilir. Kesin hayalımda güzel oldu. Dumanlar hakim oldu. Sana ömrüm, sana ömrüm. Kesin hayalımda güzel oldu. Dumanlar hakim oldu. Sana ömrüm, sana Deyirəm bu qələbə, zəfər, bu ər yoludur. Bu yol Şuşaya gedir.
yoludur. Bu yol zafer yoludur. Ay kız buraya kaç gel, buraya gel. Onlara benimle, onu bir tanışmasan da bana gül. Mikrofonla önünde ses geliyor. Sən dar günündə Şuşaya arxa, Xocalıya ümid oldun. Son nəfəsəcən döyüşdün, son nəfərəcən şəhid oldun. Ağam şəhərim, adam şəhərim, Ağdam şəhərim. Şükür külünə, şükür qayıdış gününə. Sevincdən ağlımız çaşıb ey, 100.000 dəli ilə gəlirik. Bir Uzundərə havası çal, çıx Bərdə yoluna, Uzundərə ilə gəlirik. Bölünməsin bu torpaq. Gel bacım gel kardeşim, bir olak yumruğu olak. Sinesi dağlanmasın, bölünməsin bu torpaq. Yaşa, yaşa, yaşa benim halkım. Yaşa, yaşa, yaşa Azərbaycan. Bəli, beləliklə ilk olaraq Ağdam Cümə məscidini ziyarət edirik. Burada məscidin tarixi, 1-ci Qarabağ müharibəsi zamanı digər tarixi abidələrimiz kimi buranın da yandırılması, ciddi dağıntılara məruz qalması, o cümlədən məscidin Vətən müharibəsində qazandığımız qələbədən sonraki taleyi haqqında ziyarətçilərə ətraflı məlumat verildi. İştirakçılar burada şəhidlərimizin ruhuna dualar oxudular. Səfər çərçivəsində Xankəndidə də olan iştirakçılar burada Qarabağ Azərbaycandır şüarını dilə gətirmək yox, bu həqiqətin dadını çıxarmaqla məşğul idilər. Şəkillər, video çəkilişlər isə öz yerində. Nəhayət, baş tacımız olan Şuşaya doğru yol aldıq. Noyabr ayı olmasına baxmayaraq, günəş öz isti nəfəsi ilə hər birimizi soyuqdan qoruyurdu. Öncə İsa bulağı ziyarət olundu. Payızın yaratdığı gözəlliyin fonunda cuşa gələn iştirakçılar yenə də susmadılar. Gözlerine hayranım, Karabağ'ın karanı. Gözlerine hayranım, Azerbaycan karanı. İdacı bakıp sözümle Aldın tebriklerimi Azerbaycan Aldın tebriklerimi Karabağ'ın güzeli. Nəhayət, Cıdır düzünə yol alırıq. Bura çatmazdan öncə planlaşdırdığımız hər şey çatdıqdan sonra demək olar ki, yaddan çıxdı. Avtobusdan düşən kimi hərə bir tərəfə dağıldı. Kimisi şəhid olan balasını harayladı, kimisi hamının uzaqlaşmasını gözləyərək 1-ci Qarabağ müharibəsində itirdiyi həyat yoldaşına səsləndi. Kimisi Azərbaycanın müqəddəs bayrağını çiyinlərində tutaraq şəkil çəkdirdi, kimisi kənarda dayanıb sadəcə bugünün həzzini yaşadı. Amma bu pərakəndəliyin içində hamının xəyalında bir şüar var idi. Şuşa bizimdir, Şuşa Azərbaycandır. Bugün səfərimizin 5 illiyini qeyd edirik. Gözəl qonaqlarımız buradadır. Əziz şəhidlərimizin anaları, demək olar ki, şəhidlərimizin ilk müəllimi. Ona görə ilk müəllimi deyirəm ki, biz beşik başında layla çalarkən layla dedim yatasan,
şirin yuxu tapasan, şirin yuxu içində gül çiçəyə batasan. O şirin yuxu şəhidlik yuxusu, gül çiçək isə məzarlarının gül çiçəyə boyanıb cənnəti işarəsidir. Belə böyüdüb, belə laylalarda yekətmisiniz o evladları. Qarşınızda baş əyirəm, əllərinizdən öpürəm. Həmişə zirvə, dağların zirvəsini səsləndirmişik. Amma mən o dağlardan inciməsin, məndən küsməsin deyirəm bugün. İnciməsin dağlarımın zirvəsi, şəhidlikdir zirvələrin zirvəsi. Vətənimin səcdəgahı qibləsi, son libası barıq olan şəhidlər. Biz həqiqətən də vətənsevər bir xalqıq. Bəziləri kimi, kimlərinsə torpağına göz tikib şəraitinə, iqliminə, gözəlliyinə görə gedən yox, həqiqətən sevirik vətənimizi. Bugün mən bu tədbirə gələrkən anam arxadan elə bildim mən ona nəsə almağımı istəyir. Məndən bir ovuc Şuşa torpağı istədi. Bax, budur sevgi, budur məhəbbət. Biz həqiqətən də bir belə şəhidi əbəs yerə vermədik. Şəhidlərimiz, zəfər gününüz mübarək olsun. Qazilərimiz, zəfər gününüz mübarək olsun. Azərbaycan xalqı, zəfər gününüz mübarək olsun. Ay şəhid analar, ay şəhid ataları, zəfər gününüz mübarək olsun. Allah səbr versin şəhid ailələrinə. Mən hər bura gələndə gözümün yaşı ilə gəlib, gözümün yaşı ilə getmişim. Amma bu cavanları, bu müəllimləri görürəm. Düzdür, bax içimdə bir dəqiqə ürəyim partlayır. Mən bunlara görə ağlaya bilmirəm. Mən hər bura gələndə istəyirəm o dağların başından qışqıram, balamı çağırım. Çox ağır dərddir, çox ağır itkidir. Bala itirmək çox ağırdır. Allah görən görüb, görməyənə qismət eləməz. Həyatda ən ağır itki bala itkisidir. Şəhidlərimiz ağac qarnına, susuz, yornuq. Bax bu dağlara gəlib çıxıblar. Bizim torpaqlarımızda bizim balalarımız şəhid oldu. Öz torpaqlarımızda balalarımız şəhid oldu. Yenə də Azərbaycan xalqı başı sağ olsun. Bayraqlarımız hər zaman ucadan da uca olsun. Xalqımıza pis gün göstərməsin. Bugün biz Şuşamızdayıq, Cıdır düzündəyik. Biz Həmkarlar Təşkilatının xətti ilə buraya gəlmişik. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm bütün buna səbəb olanlara. Amma bugün mənim qardaşımın həm də doğum günüdür. Onun uğrunda mübarizə aparıb başa çatdıra bilmədiyi 1992-ci ildə döyüşə qatılmışdı. Şəhid oldu. Qaçmadı, fərari də olmadı. Onun kimi 20 minə yaxın Azərbaycan oğlu qızı o vaxt şəhid oldu. Onları mübarizə elib başa çatdıra bilmədiyi o qələbəni bizə yaşadan şəhidlərimizin ruhu şad olsun. Allah əskərlərimizi, ordumuzu, Ali Qapbaş komandarımızı qorusun. Hər birini borcluyuq. Ona görə ki, bugün işğal altında olan bu əraziləri biz belə alnı açıq bayraqla bir yerdə gəzirik. Çox danışmaq istəmirəm, amma qısaca bir şeir var. Sən ey şəhid, sən ey şəhid, sarılaraq bayrağına, and içərək Quranına, torpaq sənə, sən torpağa qucaq astın. Qalib əskər, qalib ölkə, qalib şəhid, qalib lider zirvəsinə imza attın. Daim bayrağımız zirvələrdə dalğalansın. Sərhədlərimiz bütöv olsun. Allah bizim birliyimizi əlimizdən almasın. Qarabağ Azərbaycandır. Mən də bütün xalqımı Zəfər bayramı münasibəti ilə təbrik edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mən Həsənova Vəfa Nadir qızı, Həsənov Vüqarın şəhid yoldaşıyam. 33 ildir ki, mən Vüqarı bu dağlardan sədasını eşidirəm. İstəyərdim ki, mənim də yoldaşım tapılsın. Bayaqdan onun övladı, mən onsuz onun övladını böyütdüm. Özündən sonra bir dənə övladı dünyaya gəldi. Onun övladını böyütmüşəm. Bayaqdan 3 dəfə zəng vurub, elə bilir ki, elə buradan mən onun atasının nəyinsə tapıb aparacağım. Gün o gün olsun ki, mən də onun nəşrinə sahib olum. Onu elə ziyarət edeyim. Bütün şəhidlərə Allah rəhmət eləsin. Bildiyiniz kimi 8 noyabr Azərbaycan Respublikasında Zəfər günü kimi qeyd olunur. Biz də Elm və Təhsil İşləri Həmkarlar İttifaqı təşkilatçılığı ilə Şuşa şəhərində 8 noyabr Zəfər gününü qeyd edirik. Mən ilk öncə təşəkkürümü bildirmək istəyirəm bizim rəhbər Araz Paşayevə və eyni zamanda şəhid ailələrinə başsağlığı verirəm və təşəkkür edirəm ki,
belə gözəl igid oğullar böyüdüblər və hər birinin qarşısında baş əyirəm. Beləliklə ziyarətimiz başa çatır və biz geriyə Ağcabədiyə yol alırıq. Artıq hava qaralıb, amma qaranlıq bizim nəğmələrimizi sustura bilmir. Hər kəs telefonlarının işığını yandıraraq bir ağızdan yenə də Qarabağ mahnısı oxuyur. Hər zaman Qarabağ, danışan bir dodağım, tərk aman Qarabağ, Qarabağ canım.